Allah Məmməd Bağıra rəhmət eləsin, onun ölümü mənə çox incəliklər açdı. Bu qədər küçük kişilərin yaşadığı bir zamanada bəlkə də ən az reklam olunan bu Nərdiranlı balasını elə təkcə vəsiyyəti nəyə desən, dəyər məni Nərdiranda bastırın, Fəxri Xiyabanda yox. Bugün dirisi deputat olmaqdan ötürü ölüsü Fəxri Xiyabandan savayı savaş aparan bu qeyri-əxlaqı və qeyri-məntiqi insanların içində kişi kimi yaşayıb, kişi kimi ölmək də bir hünərdir, valla. Və mən Məmməd Bağır Bağırzadənin bu cür yaşayıb, bu cür ölən bəlkə də son əxlaq təcəssümü sayıram. Ən az ona görə ki, bugün Azərbaycanda artıq Bakı əxlaqında olan və köhnə kişilərin milli dəyərlərini yaşadan insan, kişi sadəcə yox qədərdir. Məmməd Bağır həyalı, yersiz danışmayan və yersiz yaşamayan, özündən böyük və kiçik tanıyan, sənətindən başqa əli yatmadığı işə baş qoşmayan, böyüklə böyük, kiçiklə kiçik bir əxlaqlı insan idi. O nə deputat olmaq istəyirdi, nə kiminsə dalınca danışırdı, nə reklama qaçırdı, nə dövlət işlərinə qarışırdı, nə kiminsə dalınca danışırdı, nə kiminsə qabağında.